Deməli, Vygotsky'dən danışırdıq biz. Karol Dweck dediniz, yoxsa Vygotsky mi? Vygotsky nəzəriyyə. Bəli, Vygotsky nəzəriyyəsində nələrdən danışılır? Deməli, Vygotsky sosial inkişaf nəzəriyyəsini yaratmışdı. Sosial inkişaf nəzəriyyəsi adından da bəlli olduğu kimi ünsiyyət vasitəsilə, sosiallaşmaq yolu ilə uşaqlara təlimin verilməsinin üstünlüyünü bildirirdi. Deməli, Vygotsky deyirdi ki, uşaqlara oyun vasitəsilə də öyrətmək olar. Vygotsky'nin deməli bir də yaxın inkişaf zonası deyilən bir deməli termini var idi. Buradakı yaxın inkişaf zonasının mənası odur ki, öyrəndiklərimizlə hələ öyrənmədiklərimiz arasındakı məsafə, yəni hələ ki öyrənməmişik də, o aradakı boşluq yaxın inkişaf zonası adlanır və bu mərhələdə şagirdlər daha çox deməli öyrənməyə çalışdıqları bilikləri necə deyim? Yəni deməli elə bir ki, yaxın İnkişaf zonası biri var, bildiyim, bilirəm. Bildiyimlə bilmədiyim arasında ortada qalan bir boşluq, bir sahə. Oranı artıq, yəni işıqla qaranlıq arasındakı bir yerdir. Oranı müəllim yəni yönəltməli, istiqamət verərək inkişaf etdirməlidir. Bəli. Deməli, scaffolding anlayışı nə idi? Bəs bunu da qeyd edin. Deməli, scaffolding odur ki, müəllim burada fasilitator rolunu oynayır. Yəni ki, şagirdlərə yolun istiqamət verir. Tam onların yerinə hər hansı bir tapşırığı etmir. Sadəcə olaraq onlara hər hansı bir tapşırığı yerinə yetirmək üçün kömək edir. Ona vasitəçi rolunu oynayır. İstiqamət verir, izah edir. Yəni əsas sözləri də bunlarla bağlıdır. Əyaniləşdirir, nə bilim, sonra həyatdan nümunələr götürə bilir. Sonra vizual şəkildə göstərə bilir. Yəni bunlar hamısı scaffoldingin terminləridir də, hansı ki bu ifadələrlə rahat tapmaq olurdu ki, scaffolding nə deməkdir. Bəli, deməli tamamilə doğrudur. Açar sözləri də qeyd etmişik, yadınızda da saxlamısınız. Vizuallaşdırma, yəni əyaniləşdirmə. Niyə? Çünki bir kömək etmiş olursan da. Yəni scaffoldingdə dedik ki, müəllim tamamilə tələbənin, şagirdin yerinə özü yazırsa bu scaffolding deyil. Tamamilə öz ixtiyarına buraxır. Heç bir kömək etmirsə, bu da scaffolding deyil. Yəni scaffolding odur ki, müəyyən kömək edir, müvəqqəti körpü, müvəqqəti dəstək və təbii ki, onu da qeyd etdik ki, Vygotsky deyir ki, bu gün kiminsə köməyi ilə bir işi yerinə yetirən adam sabah o işi tək başına yerinə yetirəcək. Bəli, sabah tək başına yerinə yetirəcək. Sevinç müəllimə də qoşulub, Namirə müəllimə də qoşuldu. Sizin də axşamınız xeyir. Sevinç müəllimə, bax, Karol Dweck nəzəriyyəsində keçdik. Karol Dweckə görə inkişafa açıq və inkişafa qapalı düşüncələr var. Bu nə deməkdir? İnkişafa açıq düşüncə nədir? İnkişafa qapalı düşüncə nə deməkdir? Bəli, inkişafa açıq düşüncə və inkişafa qapalı düşüncə. İnkişafa açıq düşüncə çevik zəka, inkişafa qapalı düşüncə sabit zəka. İnkişafa açıq zəka, yəni ki, bu müasirliyə, yəni açıqdır. Yeni fikirlərə, yeniliyə, özünə inanır, özünə güvənir. Yəni belə heç nəyə fikir vermədən öz yolunu addımlaya bilir. Yəni heç kim onun hərəkətinə, məsələn, nəsə bir arzusuna əməl eləmək istəyəndə kimsə qırardan desə ki, bu düz deyil, səndə alınmaz. Heç nəyə fikir vermədən, yəni özünü inamla addımlayır, öz arzu, istəyinə tərəf gedir də, yəni belədir. Amma bu inkişafa qapalı düşüncədə isə burada yəni çəkinmək, geri çəkilmək, yəni deyilən sözlərdən həvəsdən düşmək, yəni ruhdan düşmək, təsirlənmək, ruhdan düşmək. Bunlar var. Deməli, inkişafa açıq düşüncə, özünə inanır, öz gücünə inanır. Kim nə desə də həvəsdən düşmür, irəli gedir, uğurlarına inanır və inkişafa qapalı isə yəni tez həvəsdən düşür. Kimsə desə ki, bu səndə alınmayacaq, o da həvəsdən düşməyə başlayır. Zaur müəllim, sizin də axşamınız xeyir. Namirə müəllimə, sizə də bir neçə sual verim, yeni mövzumuza da keçəcəyik. Namirə müəllimə, deməli, inkişafa açıq və qapalı düşüncə xüsusiyyətlərini siz də qeyd edin, onların həmin düşüncələrin. İnkişafa açıq, yəni çevik zəkalı olur. Onun üçün məsələn bir şey uğursuzluq da olsa, o hələ bacarmıram deyir. Yəni ki, hələ bacarmıram, amma nə vaxtsa bacaracağam. Amma inkişafa qapalı düşüncəli, zəkalı, ümumiyyətlə düşüncəli uşaq deyir ki, artıq bacarmıram deyib hər şeydən soyuyur, tamamilə yəni bitirir də, o irəliləyiş bitirir. Amma açıq əksinə